Ona görə bu mübarək ay həqiqi fürsətdir. Ona fikir versək, bu ayın əzəmətli ibadəti hansı ki oruc əmr olunub bizə, o orucun özü əzəmətli bir itayətdir özlüyündə. Və ona görə qiyamət günü o ibadəti yerinə yetirənlər seçiləcək. O vaxt çağırılacaqlar, Rəbləri səslənəcək onlara, deyəcək ki, kulu vaşrabu həniyən bimə əsləftum fil əyyamil xaliyə. Keçmiş günlərdə etdiyiniz əməllərə görə və əməllərin nəticəsi olaraq nuşicanlıqla yeyin için bu əzəmətli ayə bizə xatırladır ki, mümin axirət günü tutduğu orucuna görə əzəmətli bir lütf olacaq onun üçün Allah Taala'dan. Bu dünyada bu ibadəti yerinə yetirdiyinə görə. Ona görə təfsir alimləri, mücahid, başqaları deyir ki, bu ayə oruç tutanlar haqqında nazil olub. O gün ki, yəni qiyamət günü insanlar Allah bilir nə qədər kədər içərisində olacaq olar, nə qədər qəm, qüssə içərisində olacaq insanlar qiyamət günü gözlədikdə, ac, susuz, istidə, gözləyəndə ki, haqq hesabı Rəbləri səslənəcək onlara, deyəcək, kulu vaşrabu həniyən bimə əsləftum fil əyyamil xaliyə. Yeyin için bundan əvvəl etdiyiniz əməllərin nəticəsi olaraq. Nuşicanlıqla yeyin için.